Sözün əsl mənasında bugünkü yığılan səbətimiz bir sözlə əladır. Deməli, sifarişimizə daxildə 10 ədəd qəşəng yerli kənd sopalarımızdır. Ağartı məhsullarımızdan 1 qab camış qatığı və 1 qab inək qatığıdır. Müştərimiz 2 kiloqram kənd xaması və 1 kiloqram südün üzündən yığılmış olan camış qaymağı istəyibdir. Müştərimiz 2 kiloqramlıq bu ilki yeni hazır edilən xalis ramkabal istəyibdir bizdən. 2 komplekt Gəncə göyərtilərdir, siverc olaraq hazır edilibdir. 10-11 kiloqramlıq qəşəng yerli sort dağ quzusudur müştərimizin istəyinə əsasən. 5 kiloqram qəşəng körpə dana ətimiz var, bud hissəsindən hazır edilibdir. 3 kiloqram körpə dana, yəni bel ətinin bastırmasıdır. Meyvələrdən qəşəng burada pomidorudur, xiyarıdır, badımcan, bibəri. Yəni mövsümə uyğun olaraq müştərimizin istəyinə əsasən hamısı dən və seçmə gözəl qaydada yığılıb hazır edilibdir. Deməli, başqa hansı məhsullarımız var? 60 ədəd qəşəng kənd yumurtasıdır, 1 balon Gəncə döyğasıdır, 2 kiloqram yağlı keçi pendiri, bu ilki yeni bişirilən gül və ağ kırım mürəbbələrimizdir, nəhrə şorudur, qəşəng sacıqolarımızdır, təndir çörəyidir və qaymaqlı şirin çörəyimizdir. Həqiqətən gözəl bir səbət çıxıbdır. Sifariş üçün əlaqə nömrəmiz səhifəmizdə qeyd olunubdur. Buyurub sifarişlərinizi verə bilərsiniz.